Şamaxı rayonunda Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir mövzusunda elmi-praktik konfrans keçirilib. Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon icmasının sədri, professor Mahirə Nağıqızı konfransın qaxta keçirilməsinin önəmini və elmi-praktiki xarakter daşımasını xüsusilə vurğulayıb. Mahirə xanım tarixi Azərbaycan torpaqlarında həyata keçirilən deportasiyalar, maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmaların aparılmasının indi və gələcək nəsillər üçün əhəmiyyətindən bəhs edib. O, Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarıldıqlarını, onların böyük ümid və əminliklə geri qayıdacaqları günü gözlədiklərini vurğulayıb. Mahirə Nağıqızı Qərbi Azərbaycana qayıdışın zərurət olduğunu deyib. Həmin bölgədən zorla çıxarılan insanların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının aspektlərindən danışıb. Qeyd edək ki, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Nağıqızının dəvəti ilə Monitoring TV-nin çəkiliş qrupu da tədbirdə iştirak edib.